ASB üçbucağında bucaq S 90 dərəcə, CD bərabərdir DY, DY perpendikulyar AB, AC bərabər 12, YB bərabər 8 olarsa CD-ni tapın. Gəlin CD-yə bir x yazaq. Şərtə görə CD və DY bir-birinə bərabərdirsə, onda DY parçasında x yaza bilərik. İndi fikir veririk ASB düzbucaqlı üçbucağı ilə AYD düzbucaqlı üçbucağına. Bu düzbucaqlı üçbucaqlarda görürük ki, CD kateti ilə digər üçbucaqda DY kateti bir-birinə bərabərdir. Həmçinin AD hər bir düzbucaqlı üçbucağın ortaq hipotenuzudur. Düzbucaqlı üçbucaqların konqruentli əlamətinə görə bir düzbucaqlı üçbucağın bir kateti və hipotenuzu digər düzbucaqlı üçbucağın bir kateti və hipotenuzuna bərabərdirsə, onda bu düzbucaqlı üçbucaqlar konqruentdir. Yəni, üçbucaq ADC konqruentdir üçbucaq ADY-yə. Onda deyə bilərik ki, AC tərəfi ilə AY tərəfi bir-birinə bərabərdir. Deməli, AC bərabərdir AY-yə. AY tərəfinin uzunluğuna əgər 12 yazsaq, onda böyük düzbucaqlı üçbucaqda, yəni ABC düzbucaqlı üçbucaqda hipotenuz olacaqdır 12 üstəgəl 8, 20. Buradan biz SB katetinin uzunluğunu Pifaqor teoreminin köməkliyi ilə hesablaya bilərik. SB-nin kvadratı ilə AC-nin kvadratı olmalıdır AB-nin kvadratı. Burada SB-nin kvadratını tapmaq üçün AB-nin kvadratından çıxacaq AC-nin kvadratını. AB 20-dir. 20-nin kvadratı çıxılsın. AC 12-dir. 12-nin kvadratı. 400 çıxılsın. 144. Aldıq 256. Və SB bərabər olacaqdır 16-ya. Əgər CD-yə x demişiksə, onda DB-nin uzunluğu olacaqdır 16 çıxılsın x. İndi baxaq üçbucaq DYB-yə. Bu üçbucaqda görürük ki, katitlərdən biri x-dir, digəri 8, hipotenuz isə 16 çıxa x. Pifaqor teoremini tətbiq edək. 8-in kvadratı üstəgəl x-in kvadratı bərabərdir 16 çıxılsın x-in kvadratı. 64 üstəgəl x kvadrat bərabər 256 çıxılsın 32 x üstəgəl x kvadrat. X kvadratlar islah olur. 32x bərabərdir 256 çıxılsın 64 2 192. X də bərabər olacaqdır 6-ya. Deməli, x CD-nin uzunluğuydu. Biz də onun uzunluğunu 6 tapdıq.